Dostlar, değerli izleyicilerimiz, hanımlar ve beyler, sizlere möhtəşəm, gözəl bir də həyət ev tapmışam. 2 mərtəbə 4 otaq. Marşrut yoluna biz nə qədər piyada məsafəsi var? 150-200 metrə. Şəhərə gedən marşrut 20 yanvar, Şamaxınka, Əcəmi 200 metrə piyada məsafə. Möhtəşəm bir də həyət evin bir dənə göstəri zəhmət olmasa 2 mərtəbə 4 otaq. Qoşo daşla tikilib, mərtəbə arası betonla tam təmirli. Bir də həyətin göstəri zəhmət olmasa, həyətə heç maşın salmağa ehtiyac yoxdur. Məhəlləsi geniş və səliqəlidir. Bir də palvansız əhəmiyyət olması göstərin, xanımlar və bəylər. Hündür quru bir ərazidə yerləşir. Özünüz bilirsiniz ki, çox yerlər su basıb, yəni bura hündür quru bir yerdir, kürsülüdür. Gəl bir dənə gözəlliyə bir dənə baxın. Evdə olan gözəlliyə baxın. Əsas giriş hissəsidir, xanımlar və bəylər. Yerlər isti döşəmədir. Evə daxilində sağda yerləşir sanitar qovşağı. 2 mərtəbə, ikisində də sanitar qovşağı mövcuddur. Burada yerləşir mətbəx, tam təmirlidir. Pəncərələrin qarşısı açıqdır, xanımlar və bəylər. Bir dənə möhtəşəm qonaq otağı göstərəcəm sizə. Geniş və səliqəli. Bir dənə qonaq otağına bax. Zəhmət olmasa bir dənə başdan. Çox xahiş edirəm bir dənə qonaq otağı təqdim edib müştərilərimizə. Gözəl səliqəli qonaq otağımız çılçıraqdır, gizli işıqlardır, pərdəsidir, hamısı qaydasındadır, xanımlar və bəylər. Gəl gedək, əsas yuxarılardadır, yuxarı otaqları göstərir. Bax, xırdapara bir iki dənə işlər var, bax. Pləkanın altıdır, artıq evin əşyalarını yığa bilərsiniz. Bunlar müştəriyə lak vuracaq, ya tutacaq, qoyulacaq, müştəriyə tam təhvil veriləcəkdir. Qalxaq bir dənə ikinci mərtəbə ilə tanışılır, bir dənə bax. İkinci mərtəbənin gözəlliyinə bax. Yəni, xırdapara işləri qalıb, alıcı təhvil verəcək. Burada raşot qazal olacaq yəni tutma. Burada yerləşir ikinci mərtəbədə balkonu. Və balkonu da geniş səliqəli balkonu var. Bir dənə buradan inşallah tutacaq, qoyacaqlar. O da ev yiyəsi özü inşallah alıcıya tam təhvil veriləcəkdir. İstilik istəyirsə kombinir. Bax, ikinci mərtəbədə sanitar qovşağı var. Təmiri gözəl, zövqlə təmin olunub. Maşallah, Allah hər kəsə belə gözəl ev qismət eləsin. Burada yerləşir bizim uşaq yataq otağımız. Bir dənə aboylarına bax. Zövqlə təmin olunub. Ev mənzil, zövqlə. Burada yerləşir bizim ikinci yataq otağımız. Bax, pəncərələr qarşısı açıqdır, fərah evdir, işıqlı evdir, xanımlar və bəylər. Şəxsi özünə ev axtaranlar müraciət edə bilər bizlərə. Keçək 3-cü yataq otağıyla tanış olaq. Mənim dəyərli izləyicəm, dostlar, tanışlar, sizlər bilirsiniz ki, mən siz üçün çalışdığım qədər bacarıram ki, gözəl evlər təqdim edeyim. Bax, bu da sonuncu, yəni valideyn otağımızdır. 3-cü yataq otağı. Start qiymət, xanımlar və bəylər, 85.000 manatdır. Bu son deyil. Real alıcı olsun, endirim